Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. 215 bölümdür çalışıram ki, cəhalət mühəndisliğindən çıxaraq Türk mədəniyyəti, Türk uyğarlığının müxtəlif sahələrində üzəm, girəm olaraq, başarmasam da yavaş-yavaş öyrənəm. Allaha şükür, mən özümə təbrik deyirəm ki, bir yerə də çatmışam. Bu tür deyil ki, elə girmişəm və bir işdə görə bilməmişəm. Nəzərimə gəlir ki, oxuya bilirəm türkünü, əl yazmaları oxuya bilirəm. Hər halda əl yazmanı oxumaq çox çətindir, zor üzləşəsən və onları çözəsən. Bu özü bir şeydir, bir gücdür. Çətinlikdən qorxmayasan, çətinliyin üzünə girəsən və o çətin. Bu günlərdə gedirəm görüm ki, hangi Türk mədəniyyətindən, Türk uyğarlığından hangi kitab ürcahımıza çıxır, onu tanış olaq və ondan şərəf tapaq ki, onu görək və onu tanıyaq. Bildiyiniz kimi, öncədən mən burada Mirqatul Lüğəni dünən açmışdım, oxumamışam, onu bir açsın. Bir dənə də başqa bir kitab açsın, əgər edə bilsəm ona da bir baxaram. Məcmui Əlfaz. Bu əlfaz nə mənədir? Mənə calib gəlir bunun faz yazmaq sözü. Görək ki, nədir? İndi gedək birinci kitaba baxaq. Görək bu nə? Kitabı əvvəl kiçildirəm ki, PDF-in kitabın özün başdan başa bir görməyə imkanımız olsun. Görək ki, kağız olaraq nə yerləşdiriblər. İndi baxarıq görürük o cür yox. Dünənləri o Muşu Gürbə dedikləri kitabda ki, Məhmudiyyə də adlanır. Biz də onun üzərində biraz araşdırma apardıq Google-də. Ha belə sözü gətirdi, nə mənə də bezi gətirdi. Getdik, gördük ki, Məkkənin də bir ətrafına baxdıq, Mədinənin də bir ətrafına, Nəxşə də baxdıq ki, görək orada Qələ Xeybər ola bilər, olsa, məsələn, nə şəkli də ola bilər, Həzrəti Məhəmməd niyə gərək onu bilməyə və gedə, məsələn, Səlman-ı Farisi adında bir adam tapıla tarixdə, ona gedə deyək ki, sən bilmirsən, mən bilim. Yəni, bir dana Fars bir Peyğəmbərdən daha çox bilə, məsələn. Bu, hər halda. Gördük ki, o kitabda 4 səhifəni bir səhifəyə qoymuşdular. İndi görək bugünkü nə cürdür. Hər halda gördük ki, kitabxanada bunu vurublar. Bunun qəfəsə nömrəsi 18663, yəni 18663-dür. Kitabını Mirqatul Lüğətdir. Yazanın da bilmirlər kimdir, naşinas yazıblar. Qəfəsə şumarəsi 209.828 kitab nömrəsi. Qəfəsə nömrəsi də 18663-dür. Bu birisi səhifəsinə baxırıq, görürük ki, Mirqatul Lüğə bi zəbani nəməni türkü. Burada bir şey yazıblar, əgər bunu oxuya bilsək. Bi zəbani ərəbi türkü olacaq ehtimalən. Burada yazıb ki, bi zəbani ərəbi türkü. Onu oxuya bilirəm, yəni biraz az da olsa. Burada da yenə şumarəsini yazıb, burada da məclisin kitabxanasının möhrünü vurublar ki, dünəndə dedik ki, bu tarix yanlış tarixdə vurublar. Elə tarixdə bunlar bu işi çox görüblər. Elə biri də budur. Sonra burada kitabı ölçür, kitabın enini ölçür ki, eni nə qədərdir? Eni 2 səhifəsinin eni 31 santimetrdir. Boyun da ehtimalən ölçəcəkdir. Boyun da ölçübdür, olubdur 21 santimetr. Bu kitabın enin boyun qoyubdur. Burası yaxşı bir işdir, görsənibdir. Ondan sonra geçib bura kitabın əvvəli yoxdur. Bəllidir, burada kitab cırılıbdır. Kitabın qırağında da çoxlu bir şeylər yazılıbdır. Yəni, mətnində mən bir-iki dənə bir möhür buradadır, 2 möhür burada görürəm, 2-ci möhür. Daha möhür görsəmir, amma Kitabxanə Fəxrəddin bunu satıbdır.
şumarə, tarix bunlar belə orada yazılıbdır. Mən bilmirəm, kitabxananın kitab furuşunun fərqi, mən baş kitabbazdım o uşaq olanda. İndi də eləcə görürəm ki, həmana müşkülə düşmüşük. Burada da möhür kimi bir şeylər vurulubdur, üstündə bir ayrı bir şeylər yazılıbdır və çoxlu izahlar yazılıbdır. Kitabın mətnini görürük. Mütəəssifانه kitab cırıldığı üçün gətirib üstünə kağız vurublar, çəsb vurublar və çəsb yazının da üstünə düşübdür. Yazının bir bölümü oxunmur. İki səhifə burada ağ keçir. Ondan sonra burada görürük ki, lüğətləri yazıblar. Lüğətlərin də üstündə indi görək bunların hansısı? İbqa, əbna, əsna, isna, icba. Bunların da altında hətmən türkcəsini yazacaqdır. Çox hər kəs də bunu zəhmət çəkibdir. Çox böyük bir zəhmətlə xətti də oxuna bilir əlbəttə. Türkcəsinin xətti gözəldir ta bu ərəbcəsi. Yəni mən türkcəsini burada çox gözəl görürəm. Nemət və bəratdır. Şəkli küçük və dadı acıdır. Bu çox gözəl, yəni xəttinə, türkcəsini çox gözəl xəttinə yazıb. Əl yazmaları çox gözəldir. Lüğətləri də ərəbcəsi o qədər şəkil yazılmayıbdır. Yekə yazılıbdır, səsləri qoyulubdur, amma o qədər gözəl deyil. Cəm-i ləbib, əlba, ələbba, ehtimalən cəm-i ləbibdir. Onu çeyribdir, əcəba bunun harada özün yazıbdır, nədir? İndi bunu əksinə baxaq, çünki bu kitabı oxumaq biraz zor olacaqdır. Nəinki özü oxumaq rahatdır, amma yazılmaq forməti biraz məni şey elədi, yoran kimi elədi. Yəni, xüsusən bu qıraq yazılarının çox şey olması, qatışması, bir də əyri-üyrü çox yazıbdır. O, məni biraz şey elədi. Burada da qıraqda çox yazılıbdır. Kitabın vəziyyətini görürük. Burada yazıblar ki, bu kitab, yəni Mirqatul Lüğət 122 səhifədir. Mütəəssifانه buna səs şey vurulmayıb ki, yaxşı görək ki, məsələn bu indi 10, görək bu da 10-dir. 11, bu da 11-dir. Yəni 4 səhifəni qoyublar. Yəni bu 122-ni çarpacağıq 4-ə olacaqdır 488 səhifə. Bu kitabın boyudur. 488 səhifə. Hesabı nə mənə eləyib burada? Görək burada. Əgər bunu eləyə bilsəm, biraz yekəldə bilsəm ki, görün bu. Hürriyyət təsğiri hərəbdir. Hizb dürü və bölük. Dərrə və deyü və bölük. İndi bunu əyridir. Hesab, kafi və sağış. Kafi öz ərəbdir, sağış nə deməkdir, bunu da bilmirəm. Hesab. Həsab, sanmaq və zənn eyləmək. Həsəb, sanmaq və zənn eyləmək. Hisab, cəm-i həsəbədir. Həsəb, iyi əsli ölmək. İyi əsilli olmaq. Həsəb, iyi əsilli olmaq. Həsib və miqdari və məhsub rədd şüdə və maldə dərdən. Həssəb, taş atmaq. Həssəbə, od tutaraq. Od tutarağı, həssəbə, od tuturağı və
oda atılan nesne. Od tutrağı od yandıracaq. O şey ki odu ondan yandırırlar, onu istir deyə ehtimal verirəm. Və oda atılan nəsnə. Məsələn, hər nə ki olur da, indi o ağac ola bilər, oda atılır filan. Çox gözəl bir lüğətnamədir əlbəttə, bəli mən yoruluram bunu. Çox şuluqdur mənim üçün. Və gördüyünüz kimi məncə ən böyük lüğətnamədir. Həm də çox söz yazıb bunda. Məsələn, saib, burada gördüm mən, sabə, satə, sirkə, düşmək. Sahib, yar və bir nəsnənin sahibi. Sahib, yar, həm yara deyir, həm də bir nəsnənin sahibi. Salib, qızdırər ismi. Qızdırır ismi. Sahib, rast. Səbaib, cəmi səbiyyə. Süb, dökmək. Dökmək. Bu ehtimalən çox, yəni gördüyünüz kimi görünür ki, bu kitablar İran adlanan yerin məclisindədir, amma orada bir türkçə kitab yoxdur ki, Azərbaycanlılar yazmış olar. Görünür ki, Osmanlı dövləti yazdığı kitablardır. Bu mənim o düşüncəmi qüvvət verir ki, Səfəvi dövlətindən Şah İsmail dövründən elə deyər ki, Səfəvi sınandan sonra o savaş olub olmayıb da orasını bilmirəm, amma ondan sonra elə bir Osmanlının bir ustanı kimi idarə olubdu, bağlı olub Osmanlıya hər cəhətdən. İslam dünyasında elə çox o cür olubdu, orada o cürdür. Hər halda bu kitab çox böyük bir kitabdır. Dedik ki, bu hər səhifədə, PDF-in hər səhifəsində 4 səhifə qoyublar, qızırğanıblar belə. Ona bunu hər səhifəsinə bir dana qoy, qəşəng görsənsin. Əksini də qəşəng salamlayıblar. Kitab üçün qalindir. Bunu açanda da əlbəttə görürük ki, bəzi səhifələr cırılıb çıxıbdır, onu da görsənir. Amma bunu aça da bilməyiblər ki, götürərlər bu. İndi bu tərəfdə bu kəlmələr ki, ortaya taydı bu sözlər, onlar da oxunmur. Çox heyf olsun bu gözəllikdə bir kitab. Heç olmasa bunun yazılarının şuluq olmağına baxmayaraq, bunu əgər düzəməlli qoysaydılar, laqəl hər PDF-in hər səhifəsinə bir səhifə qoysaydılar, bu bəlkə daha biraz yüngül görünərdi, bəlkə oxumalı görünərdi. Bir də belə də eləyiblər əmdən ki, məsələn, türklər bu kitablara baxmasın da. Yəni, adam baxanda kitaba yorulursa, bunu oxumaz təbiətən. Bu nə olar? Onların dediklərine xidmət elər. İndi mən bu kitabı oxusam bir şeylər öyrənərəm. Türkünü öyrənərəm. Çünki ərəbcəni yazıbdı, onu da türkcəsini yazıbdı. Bu mənə köməklik elər ki, bunu biləm ki, nə yazıbdı. Məsələn, bunun tarixini əgər bilsək, bu da bizə çox faydalı ola bilər. Burada bir şeylər yazıbdı. Şinasai 439 lüğət ərəbi türkü, biraz çevirək bunu görək nə yazıbdı. Ağaz mövcud. Etibar iqdam, əqdəm məsələn. Əvvəli mabədi baölə, ya baölə, ya mabədi taölə. Tərcümə edin mirqatul lüğə. Babul əlif əncam mövcud. Əqmi əlayi əlani ələnəminə. Müşəxəsat-i nüsxə. Xətt nəstəliq 18 sətr beyin tərtib ki 9 sətr ərəbi və 9 sətr türki است. Əndazə kitab 22 sm dər, 22 sm 16 sm yarıma mətni var. 17 sm 9 sm kağızı Buxarayı tarixi niqariş nimi əvvəl qərni 10 hicri. Qərni 10 hicri yazıb burada 10-cu qərnidə olsa, indi 14-cü qərnidir, yox. 14-ün də ortalarında yox. 1447-dir yox. Bu da 10-cu qərnidə olsa, deyək ki, 400 il hududən bu kitabın
ömründən keçir. Acaba buna bir yerdə bir üçün belə fırlatmışıq, belə sizə biraz da fırladıq, görək ki, buna rastlaşa bilərik. Fəxrəddini, bu kitabında o saxlanan yeri ya satılan yeri Kitabxane Fəxrəddin Nəsari ya Nəsri Əmini. Qəşəng görsəm ki, o ad nədir? Möhrü oxunmur. Kitaba bir tarix burada qoyublar ki, yəni üst-üstə 400 ildən də bəlkə çox bir kitabla üzbəüzük. Amma təəssüflə indi məndə də o hal həfsələ qalmadı ki, bunu görəm. Əlbəttə burada Ağay Əmrullahi Səfəri ehtimalən 1386-da bu kitabı veribdir məclisə. Ehtimalən belə görünə bilir. Mən istəyirəm görüm, bir tarix burada tapa bilərik. Kitabın əvvəli yox olduğuna görə burada bir şeyi var, əvvəlində bir yazıları var. Bir onlara bir baxaq görək. Maədən dəxi etibar etdim. Məsələn, əvvəlün mabədi ba olsa, mabədi ta olan üzərinə müqəddəm qılıb. Ta olanı sa olan üzərinə müqəddəm qılıb. Hələ ərəfə babil. Burada o şeyləri yazıbdır ki, nə cür əvvəl səhifəsi yoxdur. Bunun qətlən yoxdur. İkinci səhifədən başlanır ki, bu kitabı nə cür yazıbdır? Əlifdən sonra B hərflərini gətirir. B-dən sonra, yəni, məsələn, istəyir deyək ki, A, məsələn, bir daha kəlmə deyək. Məsələn, farsca desəm, abtəni. Əvvəl əlifdir, sonra B-dir, sonra T-dir, sonra nundur, sonra Y-dir. İndi deyir ki, məsələn, əgər bir kəlmə olar ki, əvvəl 2 dənə A yanında ola, 2 A yazacaq əvvəl, sonra B yazacaqdır. Əgər bir kəlmə olar ki, məsələn, əvvəl A ola, sonra B ola, bunda yazar, mislə ab kimi, aba kimi, məsələn, türkçədə aba var, aba, ki, yenə də bir dənə A var, onu yazacaq. Amma əgər, məsələn, abadan sonra, məsələn, abat olsa, o T yazacaqdır. Əgər, məsələn, S olsa, onu yazmayacaqdır. Beləsi, istəyir onun tozluq versin ki, nə cür olacaqdır? Görək əşyasında nələr yazıbdır? Müştərək olanları tərtib riayət olundu. Əgər iki kəlmə mabədlərində müştərək olsalar, əvvəlin mabədinin mabədin etibar edib, sümmə saniyi təhiyyə varınca bu uslub icra olunub, andən mabədi ta olunca şuru nəminədə əvvəli edib, ani dəxi uslubi məzkur üzərə yazıb, andan mabədi sa oluna şuru edib, ta hərfi yaya varınca hər fəsl bu təriq üzərinə tamam etdim və hər lüğatın kitabı yazandan sonra bu səhifəni yazıb da əlavə edibdir. Lüğatın mənasını türkü ilə tərcümə edib, mirqatül lüğə adı Mudğatul diye ad verdim. Zira səhhah və qamus bu iki lüğətnamədir. Səhhat və qamus lüğətlərinin güzinləridir. Bunları onların xülasəsidir. Bu iki lüğətnamənin səhhah və qamus lüğətlərinin güzinləridir. Yəni seçilmiş lüğətlərin götürüb burada yazıbdır. İki kitabın ərəbdə çox məşhur kitablar var. Səhhah və qamus. Bunlar çox məşhur ərəb lüğət kitablarıdırlar. Ərəblər normalda bu iki kitaba əlbəttə bir dənə də bundan sonra ayrı var. O da şeydir, çox adlım lüğətdir, ona da müraciə elərlər. Güzinləridir. Öz 4000
14.000 lüğət. 14.000 lüğət səhahdən müstəxrəcdir və 16.000 lüğət qamusdən müstənbətdir. 14.000 lüğət çox cəlibdir. Bu ittila ki burada veribdir. Çox cəlibdir. Bunu burada yazaq. Burada lüğətnaməli. Əvvəl burada Mirqatul lüğət yazanın adını tapsaq yaxşı olar. Deyir ki, iki kitabdan Sahah və qamus bu iki dənəsindən götürübdür. Sahahdan dedi neçə? 14.000 bundan və bu birisindən də 14.000 lüğət sahahdən müstəxrəcdir və 16.000 lüğət də 16.000 lüğət qamusdən. O da tamam. Müstənbətdir. Haqqı Cəllə və Əla dərgahından məsul və yəni üst-üstə bu 30.000 lüğətin burada türkcəsini yazıbdır. Burası bu çox önəmlidir. 30.000 lüğətin sözün türkcəsini burada yazıbdır ki, bunu cəm eləsək olar 30.000. Tamam. Lüğətin burada cəm elədik. Tamam. Allahın Haqqı Cəllə və Əla dərgahından məsul və mə'muludur ki, hər lüğat üçün 10 nümunə mütəəssifanə orası üstünə kağız düşdüyünü oxunmur. Azalə eyliyə və həm bu kitabı dəxi sair kütüb lüğat üzərinə gibi mütədabil olub bu həqir üçün xeyr və xeyr duaya səbəb olə. Ben burada ehtimalen amin ya müin ehtimalen yazıbdır. Bab-ı əvvəl və bu babın lamül əlif olan əsli ilə oxunmur. Əvvəli mütəəssifanə yazılmayıbdır. Bunun görək davamında bir şey nə var, tapa bilər miyiz ya yox? Yox da buradan bir şey yoxdur elə buradan. Olsa da yarımçılıq qalıbdır. Yəni buradan əlbəttə gəlibdi sözləri başlayıb, yəni yarımçılıq qalmayıbdır. Amma heyf ki bunun birinci səhifəsi düşübdür. Görək ki biraz hətmən bu şeylərmiş. Burada da qıraqda bir şeylər görürük. Məhəmməd Hüseyn ibn Həsən. Məhəmməd Hüseyn ibn Həsən lüğat türkü burada bir ayrı xətt ilə yazılıbdır. Çox fərqli xətt ilə yazılıbdır. Burada gərək çevrili oxunsun. Burada bir möhür, ehtimalən iki möhür ya ikisi bir möhürdür. Vurulubdur. Hər halda çox vaqən yəni dilçi dostlarımıza sifariş edirəm ki, oxusunlar. Bəlkə mənim zorum çatmadı, yəni. Amma görək ki, bu nədir? Bu da iki, buradan başlasın. Gedək ikinci kitaba. Bu kitabın adı Məcmuətül Fazl. Görək bu nə deyəcəkdir? 184 səhifə PDF-dir. Bəlli olur ki, bu müsəlman məmləkətlərdən gedib ayrı bir məmləkətdə saxlanır. Görək ki, burada bu fəransəcə yazılıb ehtimalən bunu oxuya bilsək yaxşı olar, oxuya bilənmədik.
qətiən Fransada saxlanır. Çünki Fransa sözün burada national difference, bu da bibliotek. O da orada, yəni Fransada hər halda saxlanmasına bir sözdür. Burada bir tarix görürük, amma bilmirəm ki, bu tarix nəyə əlamətdir? 1978-ci ilin tarixini burada görürük. Fransa məcmuətü əlfaz, tamam. Bunun kitabın üstündə yazıblar ərəbcə, bir ayrı kağıza yapışdırıblar. Əslində bu kitabın yenə də bir qeydaq, bir baxış görək ki, bu kitabın zahiri durumu necədir? O zahiri durumuna bir baxaq. Bu kitabın zahiridir. Cildi təqribən bu kitabın sökülübdür, bəllidir, üstü sökülübdür. Qırağında o qərə parça qalır. Amma bunun üstündə bir nəqqaşı varmış, o aradan gedibdir ehtimalən. Cildin içinə baxırıq, su gəldiyi yerlər bəllidir, ortasında da xəsarət görünübdür, o da bəllidir. Yəni ikinci səhifəsinə baxırıq, bu cildidir, cildidən keçəndə birinci səhifəyə baxırıq, bir möhrlə burada üzbəyüzləşirik ki, bir çox aldım, görmüş bunu əcəba oxuya bilər miyiz ya yox. Əlbəttə üstdə də bir 1298 yazılıbdır. Əcəba bu miladi ildir, yoxsa qəməri ildir? Onu sapdı nədir? Oxuya bilmədim. Möhrü də oxuya bilmədim. Bu da gedibdir. Yəni möhür də zaman içində biraz gedibdir. Əlbəttə bir adam ki, biraz əl yazma və möhürləri oxuya bilər, eləyə bilər ki, baş tapa bundan. Amma mən o sahədə dahi kasıbam. Gəldik kitabın özünə yetişir. Kitabın özü çox gözəl bir xətt ilə yazılıb. Qıraqda saraldığın kitabın, əlbəttə kitabın özünə kahi deyirlər. Bu kahi olan, yəni sarı kağızlara kahi deyirdilər. Bunun qırağının saralması, köhnəlməsi görsənir. Amma üst-üstə kitab yaxçı qalıbdır. Bu kitab 184 səhifəli olanda, yəni hər səhifəsində də bir dana qoyublar. Bu da calibdir. Kitabda burada ehtimalən əlif-i məmdudə, aftab, ayinə, arqa qaşığısı, aftabə, ağız tüfəngi calibdir. Bu da lüğətnamədir ehtimalən. Amma burada bəzilərinə, məsələn görürəm 6 yazıb, 6, 6, 11, 12, ha belə 20, 57, ehtimalə bunlar səhifələri işarə edir ya nəyi? Bilmirəm, burada bir şeylə hərf-i sa gəlib, burada salara görə bir şeylər yazıbdır, amma içində cəridə, filan zat da görürük, yəni burada hərf-i cim, burada hərf-i cimdir, səhifələrin ehtimalən yazıb, 56 ilə 75 arası məsələn, hərf-i ha, bu hərflərin üzərinə lüğətləri yazırdılar. Elə indi də o cür yazır. Hərf-ü ra, x yazıbdır. Burada o hərf olacaqdır. Hərf-ü sin. Nöqtə izafi düşübdür. O elə əl dəyibdir, düşübdür. Mən fikirəm bu şumarələr səhifələrdir. Səhifələrin, yəni elə bir ki, məsələn, fehris kimi bir şeydir. Naməlum əlğaz. Faz dəyilmiş. Ehtimal əlğaz yazılacaqmış. Çünki bu f oxunmur. Məncə ğ oxunur. Özü də oturub aşağıda qazı yazıbdır, lağızı. Yəni bu faz sözün neçə yerdə, qaz sözün neçə yerdə işlənibdir, ehtimalən onu da o səhifələrdə ki işlənibdir, onları da gətiribdir, onun da üzərində. Burada da görürük ki, su kamilən səhifənin ortasına can, hər iki tərəfdə, hər iki səhifədə görürük ki, su hesabı gəlibdir. Mən indi bu biraz kitabı istəyirəm ki, keçsin, səhifələrə baxırıq, səhifəyə məcmui əlğaz, yəni bir o fehrist idi məncə, baxın gəldik, fehrist burada qutarır, bundan sonra başlır və bir səfə, iki səfə, 3, 4,
5, 6-cı səhifəcan boşdur. 6-cı səhifədə kitabın adıdır. Bir şey yoxdur. 7-ci səhifədə yazı yazılıbdır. Haşiyəsi də çoxdur. Bunun mən bunu qaz oxudum. Burada o faz yazıblar, amma ki məcmuəyi əl-fazını da yazaq. Özümüz də burada əl-qazını da yazaq ki, bizcə də əl-qazı oldu bu. Görək. Bu da zahirən Rəşid Tibbi. Burada bir ad görürəm, qırmızı. Ehtimalən ki, bu yazanın adı ola bilər. Dua fi. Burada bir dua yazıblar qıraqda. Ki, nə üçündür? O da yazıbdır. Burada da bir şeir yazıblar. Şeir bəlkə oxuna bilər. Ol nədir bil tairi fərxundə Təbriz? Kim ölür töhvə eylən, eylə hərdümü cilo cilvəgər. Ağzı açıq, çıxməz avazı ayağı yoxdur. Tapbacadır ehtimalən. Şeir şeklində bir tapbaca. Rəşid Çələbi. Beləsi oxunur. Rəşid Çələbi. Tibbi yox. Ehtimal verirəm ki, yazar Rəşid Çələbi olsun, amma o da deyil. Orada da bir əlaməti sual qoyaq ki, budur ya yox. Ol nədir kim oldu aləmdə fərid? Ol əşyada mövcud o pədid. Yerdə bir bu qədər kökdə, yerdə bu qədər gökdə, yox dəryada var. Zahiri əbri gör bənür, lakin həzar. Zahiri əbr gör. Zahirən bir gör bənür, lakin həzar. Bir görünür, zahirən bir görünür, lakin həzar. Həzar burada əlif yazıb ki, yəni əlif mənasındadır, min. Biri birinə müqabil olsa gər, zövc olub fərdiyyətin işar edər. Vahidi kəl əlif oldu bu ləğz. Ləğz sözü dedim mən, o qaz oxudum, onu istir işarə eləsin. Sən ani zənn etmə arif anləməz. İstiqamətlə Rəşid olur namidar. Rəşid kitab yazana cümlənin məlumidir bir yadigar. Rəşid yazıbdır bu kitabı. Rəşid Çələbi öz adını yazıbdır. Bunu da deyib ki, yadigardır məndən. Ol sözündür dürər kim, nə hədis ola, nə Qur'an, anı nə pəri söyləmiş ola, nə xud insan. Dür Tevrat, ehtimalən Tevrat, Zəbur, Dəxi, İncil dəgüldür. Aciz bunu fəhm etmədə həsan ilə subhan, beləsi bir şey. Qalan qıraqda da ayrı bir şeylər yazıb, amma elə bu həddə deyə bilərik ki, burada da vəl əməlül xeyrat, əş-şəms. Yenə də burada bir, əlbəttə zahirən, orada biz gördük lüğətdə, amma ehtimalən lüğət deyil. Burada Rəşid, yenə də Rəşid Çələbi şeirdir bu ehtimalən. Görək ki, nə mənədir. Bir sözdür o Qur'anidə bin arəsində. Qur'anın bin arəsində Cəbril kəlami də demiş, ana neçə can. Hər surəsinin dəxi ösür o sözün car, manənd ənasır görünür, hədə yeksan. Hərədə yeksan. Bəlkə oxuya bilmədim, bu nə olur? Biri fi cəra olsa, əgər kim rəqəmindən
birində A-nın çar görər zümre-i ürfan. İkisi dəxi baş alıb getsə aradan sənmək o kəlamın ərişür dərdünə nüqsan. Üçlər gibi üc o fi dəxi qayib olur, yerində A-nın dərdi dəxi niyə kəmakan, yenə kəmakan. Yerində A-nın dərdi dəxi yenə kəmakan. Biriyün əgər verdi dəxi eylə qeybət, məhsubi ya məktubi A-nın çar olur ərkan. Hər kimlə muradiyə xeyr o yerə bu sözdən, hər kim ki muradiyə xeyr verə bu sözdən, təlmizi olə neçə zəban tifli dili o can. Çələbi, Rəşid Çələbi. Burada da adın yenə yazıbdır. Zahirən, əlbəttə bu İzzət Paşa da bu sonki şeiri də İzzət Paşa yazıbdır. Ehtimalən bu şeir məcmuəsidir. Tabi Əfəndi, bəli, şeir məcmuəsidir. Bu Rəşid Əfəndi hər kəsimiş, Rəşid Çələbi. Bu şeirləri toplayıbdır. Həm mətndə yazıb, həm də qıraqda tarix də qoyubdur. 1090, ondan da 3 əlavə eləyibdir, ya 30, nədir burada olubdur? Olubdur 1120. 30 ehtimalən əlavə eləyibdir, olubdur 1120. Bu nə deməkdir? Burada 1090'ı görürük, burada 1120'ni görürük. Hə, indi bu ne? Kitabı biraz çevirsək bəlkə, biraz bunu kiçik eləyək, görək hardadır o mətləb ki, istirdi oxuyaq. Buradır. Əgər eləyə bilsək bunu oxuyaq, yaxşı olar. Görək burada. 1000 təqadi bir kəbədə etdün nabi. 1000 təqaqi biz kəbədə etdün, bir kəbədə etdün nabi naqi. Odət edəli oldu sələsin sənə. Bu şeydir, tarixdir. 1000 təqaqi biz kəbədə etdik nabi. Odət edəli oldu sələsin sənə. Sulseynə sənə. 1090'da gedibdir. Ehtimalən bu 90, ehtimalən 1090'ı, ehtimalən beləsi oxuyacaq. 1090'ı biz kəbədə etdik nabi. Odət edəlim oldu sələsinə sənə. 30 burada onu yazıbdır ki, 1090'da biz Kəbəyə getdik. 30 il orada qalıblar. Qeydəndə olubdur 1120. Amma bu əcəb usta əlif o təs'in mənidə sələsin edər idrac edənə. Sulseyn edər edi. Amma bu əcəb olsa əlif o təs'in, əgər əlif o təs'in 70, 1070 deyir olsa, mənidə sələsin edi, idrac edənə. Yenə buna tarix yazıbdır ki,
Əgər 1070 amma bu əcəb olsal o sal amma bu əcəb o sal əlifu tes'in 1070 oldu. O ilk deyir var idi. O 1070'di ehtimalen bunu. Mənide sulseyn idi idrak edene. Ama mənasında deyir şeydi. Tis'in əlbəttə burada 90 yazıb. Belə mən onu 70 oxudum. O iştibahdır. Tis'in yəni 1090. Amma bu əcəb olsa o sal əlifu tis'in 1090 mənidə sulseyn idi idrak edene. 30 illik nə olur burada? Xurşid misal bir ləğzidir bu sənə. Ləğz indi özü bir sözdür. Səd nixvət naz ani həll eləyənə. Gene burada kesip onu yazıbdır. 1120. Ve ismi Ömer. Ehtimalen Remzi de yazıb bunların içində. Çünki mesela burada Ömer şeyin yazdığı üçün deyirəm. Nədir ol ismi kim? 3 hərfi vardır arayış ruxsar. Olur nabi gögül xürrəm hərfindən nükatindən. Tamam. Belə nəzərə gəlir ki, bu kitab bir səhifədir. Bunu yekətməyə ehtiyacı o qədər yox imiş. Bunu mən şey eləmişəm biraz. Gedək bu kitabın bir əvvəl səhifələrini bir görək. Biz elə əvvəldə girişdik bunu. Kitab gözəl xəttinə yazıb. Bəzi yerlərini bəlkə oxuya bilməyəm, amma nəzərimə gəlir ki, %80'i bunu oxuya bilərəm. Amma bəzi yerlərin ehtiyacı vardır ki, adam 3-4 səhifəni ən azından, yəni ən azından 10 səhifəni oxumalısan ki, yavaş-yavaş bunun xəttinə, o xətt göz adət eləyər ki, hurufu nə cür bir-birinə nəqqaşlıq eləyir, nə cür onu bir-birinə yapışdırır. Ləğz sözün görürük ki, təqribən hər səhifədə yazıbdır. Elə bu da olacaqdır. Əlğaz, əlfaz olmayacaqdır. Bu haşiyədə yazılanlar da ehtimalən sözdülər. Nəğz sözündən də yazıb burada. Yenə də onu görürəm bu səhifədə də 2 yerdə bu nəğz sözün yazıbdır. Biraz kitabın bəzi yerləri çox saralıbdır. Burada məsələn görürük su gəlib ortasına. Burada şeirin dövrəsinə kadrı çəkmək istirmiş, yarımçılıq qoyubdur. O yəni çarçıvıya salmaq istirmiş, eləməyibdir. Məsələn burada ləğzi 2 yerdə yenə görürük, burada yazıbdır. Rəşidin adını orada yenə gördüm bir ortada. Yəni Rəşid Çələbi olacaq qətən. Yenə burada da Rəşid var. Çox Rəşidindir, amma burada ayrı adamın da şeiri görünür. Üst-üstə xətti gözəl xətti, yəni mən oxuya biləcəyim bir xətti, amma şeiridir. Qıraqda bir haşiyəsi var, bu 2 səhifənin çox belə uzun, ehtimalən onlar da şeirdirlər. Tapbaca modeli şeiri bunun çoxdur nəzərə gələn ki, axtarasan gərək mənisini tapasan. Və kitabın içində yazarkən, əlbəttə burada gedib deyil, su dağılıb burada kamil kitabın burasının üstünə, rəngi uçubdur kitabın, boyası az görünür, amma oxunabilir bir vəziyyətdədir. Səlim Əfəndidən burada da 2 şeir gördüm. Bəli, bu şeir əslində bu kitab şeir məcmuəsidir.
həm qırağında yazılıbdır, həm də ortada yazılıbdır. Hətta qıraqda əgər indi bura diqqət eləsəz, 2 dənə qıraq yazılıb. Yəni bir yazılıb, bir də aşağıdan beləsi yazılıbdır. Çox cəlibdir. Çox əlbəttə dedim, mən biraz bu cür kitablarda yoruluram, çox olanda. Bəlkə də bu o xəstəliklə ilgilidir. Bu son zamanlarda davasını tapmamışam, ona görə bəlkə yorulmağın öncələrdə bu qədər yorulmurdum. Nəzərimə gəlir ki, o əlacın olmamağından olacaqdır. Bu bir kitabdır, şeirdir. Mən bunu biraz hızlı gedirəm, gedək axirinə, sonra qeydək bu kitablardan görək, eləyə bilsək şeirlərindən bir ikisini oxuyaq, eləyə bilməsək da gedək bir başqa kitab açaq. Yenə burada su tökülməyi çox görürük bu neçə səhifədə. İndi orada o tarixlərə mən fikirləşirəm əlan. Burada da bir şey ayrı xəttinə yazma. Aşıq ki şud yar ki halش nəzər nəkərd. Belə bir şey yazıbdır farsça. Bu kitabın axirinə yetişirik. Yenə də şey olubdur. Cildinin də şeyinə baxırıq. Əlbəttə burada kitabın bir ayrı məqtəyindən açıdan baxırıq. Qeydək gələk kitabımızın əvvəlinə görək ki, burada nələr var. Əvvəl görək ki, biz buradan neçə dəqiqə, 48 dəqiqə heç də oxuya bilməmişik. Yəni bu günləri bir faydalı olmayıb buradan nəzərimə gəlir. Fransa bölümündən keçdik, bu müqəddəmə bölümündən də keçək. Bu ağ səhifələri də keçdik. Bura biraz baxmışdıq və ha belə tarix olan yerinə də biraz baxdıq. Kitab məcmuə şeiridir. Müxtəlif insanlardan, məsələn, Nabi Əfəndidən burada şeir yazıbdır. Basim Ömər. Sən burada ondan bir şeir gətiribdir. İndi buna görə ki, eləyə bilək buradan bir-iki dənə oxuyaqla gəl. Səfəni biraz yekəldim və biri qalib, birisidir məğlub. Qoyarlar xusumət o aşub. Qoparırlar xusumət o aşub. Cəngidən bunlar əl çəkərsə əgər, görən əcəb bu şeirin əvvəlidir, yoxsa bir ayrı yerdir? Bəli, əvvəli olacaq. Biri qalib, birisidir məğlub. Qoparırlar xusumət o aşub. Cəngidən bunlar əl çəkərlərsə əgər, olur adlərdən əlamət məhşər. Olur adlərdən əlamət məhşər. Ya olar dəm əlamət məhşər. Yoxdur iş kim ana qarışməzlər. Yoxdur iş kim ana qarışməzlər. Xəsmüdür həşrügər barışməzlər. Xəsmüdür həşrügər barışməzlər. Həft sərdür biri həftad. Həft sərdür biri həftad. Eyləmişlər xüsuməti mu'tad. Ziri sərdü bər sing əli var. Birisinin əli var. Ziri
sərdü birisinin əli var, birinin başı altı başqa diyar. Birisinin başı altı başqa diyar. Okunur qissəsi mədaristə. Okunur qissəsi mədaristə, halləri söylənir məcalisdə. Qənd و dəva olursa əgər vəkil, bilməz kimsə ani mənə səbil. Sadir olmaz şəci ikən heyhat. Sadir olmaz şəci ikən heyhat. Heç müxilli məhəl olur hərəkat. Heç müxilli məhəl olur hərəkat. Cismi yox, cani yox, dəhanləri yox. Cismi yox, cani yox, dəhanləri yox. Söyləşir xəlq ilə zəbanları yox. Cümlənin xidmətin görər əmma. Kimsədən yox ümid, xofu, rica. Var əqaribləri zukur unas. Bunda çıxmaz məgər ki ola miras. Kim edərsə bu müşkilatı həll, kim edərsə bu müşkilatımı həll, 100,000 afərinlər ana məhəl. Nur old xanə kim, nədir ol xanə kim, runi ədim. Ehtimalə ayrı şeirə geçir buradan. Amma görüm, bəlkə davamıdır. Nədir ol xanə kim, درونی ادیم. بغن اما حسیر هلگیسیم. Baksan amma həsir həlvəti ya hulugi sim. Nə olacaq onu oxuya bilməm ki, həlvəti oxuyaq xəlvət mənisinə, yoxsa həlvəti oxuyaq şirin anlamına. Nədir ol xanə kim dəruni ədim. Baksan amma həsir həlvəti sim. Kimsəyə gərçi fəthi bab etməz, hər görən girməyincə bu getməz. Gitməyincə də getməz. Kimsəyə gərçi fəthi bab etməz, hər görən girməyincə də getməz. Burada Tazaşdan bir çadır deyə burada bir şeir yazıbdır. Bunu şeirin davamı əlbəttə olacaq. Gərda olunca dərunine rəhyab. Gər dalınca dərunine rəhyab. Dəru heyvarini silər əhbab. Dəru heyva ehtimalən civarini olacaqdı. Silər əhbab. Sani-i çarnami qudrət, qomuş adini tut vəhdət. Bəxt و iqbalur içində mudam. Bəxt و iqbalıdır içində mudam. Rəsm idbar xəlvətində haram. Sim و zər çox olur cəvarində. Sim zər çox olur cəvarində. Qüvvət-i suz var hesarında. Ya qut suz var, qüvvət olacaq, təşrik kimi bir şey görürəm. Gərçi müşrik-ü leyk mömünüz. Yox, gərçi müşrik və leyk mömündür. Bir də bir mühsininə mühsündür. Bir də bir mühsininə mühsündür. Olmaz anun muadili əyyar.
Vezrdür isteler nole berdar. Düzdür ehtimalen. Düzdür isteseler nole berdar. Simya sen'etinde mahirdir. Simya sen'etinde mahirdir. Yapmağa her ne görse qadirdir. Saliki xəlvəti nəhif bədən, saliki xəlvəti nəhif bədən, leyk sahibi nəfs ilə düşmən. Gərçə bir xuliki gül mədxul, gərçə بدخولگی دگل مدخول رهنمای طریق اهل حلور روزی منصور budur şebi mağrurlar ruzi mensubdur şebi mağrurlar cami-i heyetü furuğu usul. Düzün axtarsınız, baş tapmadım. Bu bir şeyə işarə edir şeirdə. Amma nəyə işarə edir? Əcəba, yəni anlamadım. Düzün axtarsınız, şeir nə haqqında danışır, onu anlamadım. Ol nədir ki, mütəbərdir xilqəti, bəhr edər əraqi, əks surəti. Əlbəttə bunu Əraq oxudum, amma ayrı bir şey də oxunabilir. Çünki burada bir əlif də görürəm. Əgər o olsa ayrı bir şey olacaqdı. Amma qəşəng oxunmur. Silinib zahirən. Tazaşdan yazılıbdır. Bəhrüdür ithaqi əksi surəti. Baş tapmadım. O nə mən olacaqdı. Gedək bir ayrı səhifədən görək. Məsələn, bu kitab gedək 20-ci səhifəni. Əslində, bura 25-ci səhifədir. Calibdir. Tamamında gedək 40-cı səhifəyə baxaq. Tamam, bura 40 oldu. Görək burada bir dənə bir şey var ki, bunun şeirləri bir cürdür ki, axirdə düzdür gəlibdir. Bir beyti bir-birinin altında, misrələrin bir-birinin altında yazıb. Nəzərə gəlir ki, şeir qutardı orada. Amma ara vermədən o birisi başlayır. Biraz orada adam çırıxır. Yoxsa çox da pis yazmayıbdır. Nədir ol kim can bir çah-ı nəxışb? Nümayan olur ondan cahi çövkəb. Nəxşəb çövkəb. Nədir ol kim canı bir çah-ı nəxşəb? Nümayan olur ondan cahi çövkəb. Gülüstan-ı cəhanə ab-ı cari, əyandır səfi aləmdə kari. Bulundu çünki qurbunda nistan, dəruni anın üçün mazelican, mazican, narcil, dəvat, dəvat yazıb. Yəni bu mazi, marbican, maribican ehtimalən ola. Maribican yazıb dəvat. Yəni onu dəvat mənə eləyibdir, mürəkkəb. Ağı güya içindən tan cahi. Ogu güya içindən tan cahi. Görüyən əksəri dud o siyahi. Elə o şey o davat olacaqdı. Ogu güyan içindən tan cahi. Görünən əksəri dudi siyahi. Bağləsə zülmət içrə ab heyvan, neçə dilxəstə andan buldi dərman. Neçə dilxəstə andan buldi dərman. Əcəb misi muzərlə olsa təzyin,
bulur ronak anınla cümle ayin, miyan naside bulsun gu izzet, verir çün Adem'e alemde raf'at. Nedir olmar piç o nerm o serkeş, ele aldıkça cahi ola ateş. Çox tapbaca haləti var. Yəni mən görürəm ki, sual soruşur, istir ki, insanları challenge salsın. O üstdəkinin cavabını özü yazıb daha dəvat. Yəni üstdəkinə onu yazdı ki, dəvatdır. Yəni savad. Orada əslində getdi ora. İndi burada bir ayrı suala başlayır. Nədir olmar piç o nərm sərkeş, ələ aldıqca cahi olə ateş. Bir iki rəng ilə olmuş nümayan, oleydüm hidəstü yara şayan. Bunu neydi? Oleydüm hidəstü yara şayan. Əcəb surətlərə qədr-ani ustad. Əcəb surətlərə Qur'ani ustad, hələ təhsin edərdi görsə Behzad. O Behzada da gəldi, yəni o zaman Behzaddan sonra bu kitab yazılıbdır. Kimisi sarılır dəstara yekrəz ya bənzər. Bəlkə o cür. Kimisi sarılır dəstara bənzər. Səri ənguşti həst yara bənzər. Bu həst oxunsun ehtimalən. Əgərçi səri ənguşti həst yara bənzər. Əgərçi şoq bəxşi bəzmi yaran, gomezler şugle tenhada bir an. Güzel serrişti sirreştedir uşşağ zare. Güzel serriştedir uşşağ zare. Anın gibi var ise bezmi pare ya yare. Cehi göstermegiyle oleri çari. Cehi göstermegiyle oleri çari. Bana şem'i ruhi dildar و yari. Nedir o sureta bir mare benzer. Nedir o sureta bir mare benzer. Dehaninde olan gülnare benzer. Mulayimdir bagılsa leyk serkeş. Mulayimdir bagılsa leyk serkeş. Ələ alsalar ani ola ateş. Ələ alsalar ani ola ateş. Nebatidir anın əsli demişler. Nebatidir anın əsli demişler. Neçə kuşlar başında yem yemişler. Salurur bir ağaca cah cahi. Anın hingame daim cilve cahi. Hemen bus eylemek şogiyle çari. Hemen bus eylemek şogiyle çari. Bagar nazgüher ama hat yari. Ne mana olacaq be? Bagar nazgüher amma amahat yari. Baş tapmadım son kəlmədən. Buracan yaxşı gəlmişdi amma buradan olmadı. Nədir ol neçə girəm ülfət? Nədir ol neçə girəm ülfət? Bəşərdən büldülər aləmdə izzət. Gəlir əksər calibdir ki, bunları
özü tapbaca yazıb. Burada yazıb nargil. Məsələn, üstdə oxuduğumuz oldu nargil. Aşağıda yazıb ki, əldivan. Əldivan. Əlcək. Biz əlcək deyirik. O şey ki, dəstkeş deyirlər farsça. Nədir ol neçə girəm ülfət? Bəşərdən buldular aləmdə izzət. Gəlir əksər o heyvandan zuhurə. Məqam olmuş kimi bəzi tuyurə. Bəli ağzı dar amma içməz. Yenməz içməz. Bəli ağzı dar amma yenməz içməz. Həm əllər kimi soli sağı seçməz. Həm əllər kimi soli sağı seçməz. Kimi bin zəxm ilə göstərdi surət, bulunca dəst busi yarə fürsət. Rəşid bivəfadır. Rəşida bivəfadır olma yaran. Şına abayı oğlu əldə mehman. Mən indi bunu çünki oxumuşdum, bildim də. Deyir ki, quş da qonur üstünə falan. Əlcək, tapbaca yazıb əslində. İstəyirdim ki, burada bir nəğz-i miftahdan da oxuyaq, görüşək, əgərləyə bilsək bunu da. Həman xətti ilə yazıblar, amma biraz fərqli də görünür adcacan. Bu müğləq əmri istinkişaf üçün racizlər söylər. Nədir ol nəsnə kim fəth-i qılə iqtiza eylər. Nədir o nəsnə kim fəth-i qılməğə iqtiza eylər. Cəvami həm məsacid həm xəzain ansız olməzlər. Nədir o nəsnə kim fəth qılməğə iqtiza eylər. Cəvami həm məsacid həm xəzain ansız olməzlər. Anı məfqud edənlər mətləbinə rah bilməzlər. Olur ənvai gün əcnas-ı maadindən iki dilli münafiq mümini qalibdi zatindən. Olmadı. Gedək səfə 60-a bir baxaq, görək ki, 60-da nə var? Nədir ol şey ki, kəbutər sifət eylər pərvaz. Qonduğu namə olur əksəri şavi ənvar. Şavi nə olur? Savi. Lüğət səlviyə, şəlvi, savi olacaq. Savi ənvar, şavi ənvar. Nədir ol şey ki, kəbutər sifət eylər pərvaz. Qonduğu namə olur əksəri şadi ənvar. Şöyle əndaz, şadi əndaz ola bilər. Nədir ol şey ki, kəbutər sifət eylər pərvaz. Qonduğu namə olur əksəri şadi əndaz. Daima bی پر و بال عالمی سیر eyləmədə. Daima bی پر و بال عالمی seyr eyləmədə. Baxmayıb dörü nəzdikə olur cövlan saz. Olur cövlan saz. Zəhri olər murği səba, şəhpərin ol məğlə sefid. Zəhri arxası. Zəhri ol
Olar مرغ سبا şehperin olmaqla sefid hab درونinde olur cümle nüquşi muhtar mumtaz beləsi oxuna bilər. Hab درونinde olur cümle nüquş mümtaz. Cah damet tutulur, cahi olur razade. Olur azade. Cahi damet tutulur, cahi olur azade. Cahi poz heçgehi olmada dür xatiri baz. Cahi purpiç ehtimalen gahi olmada dür xatiri baz. Bi zebani iken o deyüllü suxen aradürçim. Bi zebani iken o gülü suxen aradürçim. Söyledikçe ana şayiste dililmek dilbaz. Tamamen şeydir əslində. Dediyim kimi mən bu cür anlıram ki, bu tamamen tapbacadır. 80'də görək bir şey oxuya bilirik. Əlbəttə biraz zordur bunun oxuması. Doğrusunu desəz görürsünüz. Həm mənasını da anlamadığım üçün çox da o kəlmələri bir-birinə yaraşdıra bilmirəm. Nədir o şəxs təvil o faiq qaməti zad dinləsə layiq qaməti zadə dinləsə layiq حد ذاتinde o cismi bican leyk ter ta beqedem ruhu revan. Tapbaca diyor da yani kamilen tapbacadır. Meskenet sahibi surette veli burnu ucundedir amma cedeli. Kalbi keyfiyeti meyxane gibi uzanıp yatmede mestane gibi. Nəş'i qəsdi ilə çün pirmuğan elə çəkdiyor acağan hər an. Acağan hər an. Xirqə budur şünlə bir sərdür. Xirqə budur şünlə bərsərdür. Şu küləhi bərsərdür. İhtimalən. Xirqə budur şu küləhi bərsərdür. Bir üzdən böyləcə bu naz arır. Əksəri heyf edirəm bu şeirləri oxuya bilmirəm. Anlamadığım üçün, mənisini anlamadığım üçün vaqəən heyf edirəm şeirləri. Tapbacadılar və mənisini də anlamıram, anlamadığım üçün də şeiri məna verə bilmirəm. Məna da vermədiyim üçün qələt oxuram. Çünki oxuya-oxuya onu mən düşünməliyəm. Yəni hər kəs düşünəyə bilmədiyimiz, zorumuz çatmadığı bir məsələ olanda da beləsi eləyə bilmir kəlməni düz oxusun. Nədir o şeyi əqrəbül əşya naləgərdir çü bülbüli şeyva. Məsələn buna yazıbdır ki çəngərək. Çəngərək nədir ya çəngərək nədir bilmirəm. Nədir o şeyi əqrəbül əşya naləgərdir çü bülbüli şeyda. Gərçə bir canı leyk ömrü diraz. Kimsədən eyləməz nəhüftə raz. Bisər u çişm u cüş o yekpadır. Bikər u çişm u cüş o yekpadır. Dəhəni sinəsində peydadır. Bəstə qılməz dəhanini əsla. Bəstə qılməz dəhanini əsla. Vəli turməz həmə edər qoğa. Vəli turməz həmə edər qoğa. Hər zaman bəstə oldu payindən əksər irilməz
oldu canindən. Dəm bedəm ülfəti bəhayim ilə. Kəşf eder, cəşd eder alemi anınla bilə. Bunu həll edən aqil u dana, olsa məsnəd nişini bəzmi səfa. Sabit Efendi bunu yazıbdı. Çıngıraq. Dedim tapbacadılar. Bunların hamısı tapbacadır. Mən də ona inandım ki, bu kollən tapbaca kitabıdır. Tamam. Gedək 100-cü səhifəyə baxaq. Görək ki, orada nə görürük? Bu şeiri görək bu nədir? Bunu da yaz. Əlbəttə bu o birisi səhifənin. Bu birisi səhifənin deyil. Burada bir şey yazacaqdı, yazmayıbdı, ya yazsa da oxuya bilmirəm. Həyat əfzay aləm dilbəri nazük bədən sənsən. Həyat əfzay aləm dilbəri nazik bədən sənsən. Nə üçün üryan gəzirsən, bu cavan simin sər sənsən. Misali aşık u şuridə bir berge qəvar istəməz ya etməz. Misali aşık şuridə bir yerdə qəvar istəməz ya etməz. Qərar etməz. Misali aşık şuridə bir yerdə qərar etməz. Əsiri seyri gülşəni babül gəşti çəmən bəs sən. Çəmən sənsən. Həyat əfzai aləmi dilbər nazük bədənsən sən. Nə üçün üryan gəzirsən, bu cavan simin sənsən. Misali aşık şuridə bir yerdə qərar etməz. Əsiri seyri gülşəni babül gəşti çəmən sənsən. Olursan şu rاه روانی کوی جانانه. Olursan şu رهروانی کوی جانانه. Bu şekli خوب ile layıkimidir kim راهزن sənsən. Eğer sen olmasan alem xarab olmaq müqərrərdir. Eğer sen olmasan alem xarab olmaq müqərrərdir. Dirək verən nəşv numa bu bağ u dəhri hiclə sənsin. Gözler müşrik her nik o bədlə ülfət eylərsən. Gözlerdir müşrikü her nik o bədlə ülfət eylərsən. Misali təb'i paki aşıqi nazik suxən sənsən. Salikən, bu da tabbacıydı. Gene də Salik Efendi bunu yazıbdı. Gedək 120-yə baxaq. Bu günləri düzün axtarsaz mən bilmirəm, bəlkə də özümün cismi vəziyyətimdən asılı olaraq gecə səccadəsi üzrə əksər. Gecə səccadəsi üzrə əksər çox təclillərə olmuş müzəhhər ya məzhər. Kimsədən istəməyib nan و pənir. Xavərilur kəndi bağı ilə o fəqir. Kimsədən istəməyib nan و pənir.
xavərilur kəndi bağı ilə xavər bülür kəndi bağı ilə olur fəqir. O fəqir. Anlamadım. Məscid-i Meykədədə sədrnişin, Kəbə və Bütgədədə oldu məkin. Bir ayaq üzrə ibadət eylər, sure-i nuri təlavət eylər. Cah xəndan و گهی جریانdır, cahu ceh مقعدü ceh puyandır. Ya biryandır, bilmirəm bu. Cahu cehi məq'ədü ceh puyandır. Boyandır da oxumaq olar. Gördüm o görərəm dəmbədəm ol bigünəhi. Görərəm dəmbədəm o bigünəhi. Gah qazquvə و cəngilərə cəhi. Çəngilərə. Cahi qazquvə, gah qazıqdə, gah qazıqda və çəngilərə gəhi. Əcəba, burada sazlara işarə edir. Nəyə bilmirəm. Kar-ı xəlac dilində məstur. Kar-ı xəllac dilində məstur. Kavuldi bərdar misali mənsur. Kavuldi bərdar misali mənsur. Aqibət eylədi ol əhl-i şühud. Geriyə və ah ilə əfnai vücud. Verməmiş gərçə haqq əcər pərrubal. Verməmiş gərçə haqq əcər pərrubal. Eyləmiş şəppəriyə leyk misal. İsmini sanki eşit söyləyim. İsmini isə ki eşit söyləyim. Nəğmiyə günə bəyan eyləyəlim. Nəğmiyə günə bəyan eyləyəyim. Düşsə tacindən əgər bir cövhər, kəndi vəsfini bəyanə o yetər. Kəndi vəsfini bəyanə o yetər. İkisi olsa nəhüftə fərzən, cəm olur hüllünə bəran səfa. Cəm olur ehtimalın halinə yaran səfa. Üçü birdən dökülür səranın. Üçü birdən dökülürsə anın. Vəsfidir sami olan yaranın. Qəlbi olmuşlar əmayə məstər. Qəlbi olmuşkən əmayə məstər. Aləmin didəsini roşən eylər. Bu məəmmayı bilən olur əhil. Var düşün sana bir gecə məhil. Bir gecə düşün. Hətta içində 2-3 yerdə bunu yazmağa şey veribdi. Biri ləm vermişdi, biri cəm vermişdi, biri də əmiş. Nədir bilmirəm. Hər halda bir gecə möhlət verdi ki, oturaq bunu həll eləyək. Gedək 140-a da bir baxaq. Calibdir, yəni tapmaca oyunlarına girənlərə çox gözəl bir kitabdır. Eyni halda ağıl işidir da. Bu da bir növ o gecələrdə, çillə gecəsində zadında qədim oturardılar. İndi televizyon gələndən də bunlar yığışıbdır.
qədim oturardılar. Qış gecələrində, uzun gecələrdə ki, saat 4 yarımdan qaranlıq düşür. İndi yavaş-yavaş 5-də qaranlıq düşür indi Torontoda. Bir 10-15 gündən sonra olacaq 4 yarımda qaranlıq düşəcəkdir. 4 yarımdan sabah 7-yə can, 8-ə can qaranlıq olacaq. Uzun gecələrdə kitab oxuyub bir-birləri ilə məzah eləmək, fikir, beyinləri işə salmağa çox gözəl bir kitabdır əslində. Mən ömrümdə farsı Çistanlar görmüşdüm uşaqlığımda. Şah zamanında Çistan deyə kitablar çıxardı. Çox çertipert olardı. Bəli, burada çox gözəl şeirlə anlamlı da ola bilər. Məsələn, buradakı oxuyaq, görək bir şey görürəm yazıbdır, görək odu yoxdur. Nədir ol? Mar dəmi buridə əcəb. Nədir o? Mal dümbüridə əcəb. Bəzmə gəlsə, o gedə şoqu tərəb. Bəzmə gəlsə, o gedə şoqu tərəb. İndi yavaş-yavaş bu kitaba əlaqə tapıram özüm. Çünki ciddən sevirəm bu şeyləri eşidəm, görəm ki, nə tapır. Biraz da gözüm adət eləyir bunu oxuması. Anla qabil dəcül ikən olmar. Bir də başlayaq bunu əvvəldən. Deyir ki, nədir o? Mar dümbüridə əcəb. Bəzmə gəlsə, o gedə şoq و tərəb. Anla qabil dəcül ikən olmar, qəti çox yer kimi olunsa şumar. Qəti çox yer kimi olunsa şumar. Bin əslav ma əslav haneti silməz. Bin əslav ihanət ehtimalən olacaqdır. Bin əslav əhanəti silməz. Nə qədər yensə niyə əskilməz. Nə qədər yensə yenə əskilməz. San omari məhibi mehri zərdür. San omari məhib mühri zədir. Ya məhrizdir. Məhrizdir. Ehtimalə beləsi yaxşı gələr. San omari məhib mührəzdir. Yürürüm kimsə görmədən yer. Yürürüm kimsə görmədən yer. Yəni o da gedər mənlə. Yürürüm saim ikən əgər yiyə bir nəsi abu setlə bulunsa gər göğüsü nə mənə? Abu setlə bulunsa gerisi suməv pərməz o yer rüzuya zil o başlapadım. Böylədir ittifaq əhli milləl. Ziləl, bu da miləl. Anlamadım, amma dəyənək yazıb özü. Dəyənəkdir, dəcənək. Əldə ağaçdır, götürür. Nədir o? Mar dümbüridi əcəb. Bəzmə gəlsə, o gedə şoqu tərəb. İndi bir savaşa o dəyənək gəlsə, şoqu tərəb. Anla qabil dəcül ikən olmar, qəti çox yer kimi olunsa şumar. Qatı yeri yəni çoxdur. Bin əsla o
Mən bunu ihanəti silməz beləsi bir şey oxudum, amma bin əsla dəhanəti silməz. İhanət mənə onu düşünürəm, yəni əsla ondan savaşsam da ihanət də aradan getməz. Nə qədər yensə yenə əskilməz. Hər nə qədər də o şikəst versəz, o şey yenə deyir əskilməz, elə həman yerindədir. San omar-ı məhib məhrəzdür, ya möhrəzdür. Yürürüm ehtimalən, görürüm kimsə görmədən yer. Məndən gedir daha, heç kəs görməsə ona fikir vermirlər, amma o məndən gedir. Ağac gəldi deyənək, tamam. Gedək 160-a da bir baxaq, görək ki 160-dan da bir dənə oxuyaq. Ol nə tacı nəhüftə pirayə. Ol nə tacı nəhüftə pirayə. خود فروشانه گلی سرمایه gizli sermaye خود فروشانه gizli sermaye خاصنده نظیر فتح الباب خاصنده نظیر فتح الباب cəm olur başına cəmi sahab سرگذشتی مزاق پیر و جوان bir برگلینه خطای yok imkan bir qılına xətaya yok imkan ki qızlıdır nümayişi çemur qızıldır nümayişi cəhmur gəh qızıldır nümayişi cəhmur səngi da olsun qunca xizin gör xeyrini gör etmə qoyunca bu da olacaqdır səng olsun qoyunca xeyrini gör bəhsə gəlsə sözü usulidir başı sərlohi fuzulidir. Kendi bir xacı müşküldür. Nami yaran içində heykeldir. Bu da bir sonra da şətrenç haqqında bir şey deyibdir. Gedək 180-ə də baxaq və kitabın sonuna da baxaq. 80-də qutarıb əslində kitab. Görək ki, bu son səhifədən bir şey oxuya bilirik. Bu sarı cildin son içində belə bir şey yazıbdır. Görək. Mən istəyirəm görüm ki, burada bir şeylər tapa bilirik. 794. Burada bir şey də yazıb kitabda. Əcəba, buranı oxuya bilsək. Burada bir şey kitaba görə yazıb elədir. Xidmətin eylərsən istisqa, cümlə sənətdir, fərid o yekta, ondan illa etməsə əhl-i sifət, ondan illa eyləməsə əhl-i sifət, Pamberi olur را bir hər alət əvvəla fənni kitabdə ana eyni zadə dinlürsə icra. Valla baş tapmadım. Bu gene Zərbül Məsəllə gəlib, amma bu kitab haqqında orada bir şey yazıb yəni. Özü tətimməni də burada yazıb ki, yəni son sözlər bulardır. Xalqa göstərməsənə məşqi bizzat nüsxə olurdur sülsü toqiat gər mühasib ana olməsə qərin oxuya bilmirəm.
Bu gün 2 kitab açdıq. Amma təəssüflə ki, o qədər də bunlardan baş tapmadıq. Bu da göstərir ki, çox şeylərdə tək əlifba oxumaq deyilmiş. Çoxlu şeylər var ki, gərək adam kitab oxuyanda oxuya. Biri hövsələ. Yəni hövsələ ilə əcələ eləmədən kitabın çox şuluq yazılmasından, bu 2 kitab ki, bugün gördük, hər ikisi çox şuluq yazılıb da gördünüz. Məsələn, baxın, bu səhifəyə ya buna kitabın şuluq yazılması xəttindən əlavə bir şeydir. Ya o birisi kitaba baxsaq ki, lüğət kitabı idi dedik və çox da cəlib bir şeydir. Yəni 30.000 lüğət burada türk dilinə baxın burada. Bu bunu göstərir ki, əlyazma kitabları oxumaqda hövsələ və davamlıq məsələsi var. Yəni əcələ eləməyəcəksən, mən bunu tez oxuyayım, sürətlə oxuyayım. Dastan kitabı deyil ki, əlyazma kitabıdır və roman deyil, çapı da deyil, əlyazma kitabıdır. Bunu yazmaqda çoxlu zəhmətlər çəkilibdir yerində. Amma bu da bir halətdir, yazıb da adam, biləxərə olanı budur. Sən indi bunu kitabı gərək hey çevirəsən bu üzə, o üzə ki, bunu oxuyasən, ya bunun bir-birinin içində yazılmaq ki, bilirik qədim tamam sətirlər bir-birinə yaxındır və kəlmələr bir-birinin içindədir. Ona görə kəlmənin əvvəli hardan başlayır, harda qurtarır, onu bilmirik. Və onları oxumaqla, əcələ eləməklə olmaz. Amma mən bu günləri nədən isə elə bu qədər çıxada bildim, eləyə bilmədim bu 2 kitabdan. Həm çox ləzzət aparam. Onun üçün elə burada qutaraq. Bu da əlbəttə az deyil. Fikirəm ki, 1 saat yarımı da keçibdi. Bəli, 1 saat 38 dəqiqə oldu. Amma hər halda 2 dənə böyük kitabla tanış olduq. Biri 30.000 lüğətdən söz elədi ki, 2 dənə ərəb kitab, qamus və hangi kitab oldu? Qamus və səhahdan bunları çıxardıbdı və onları Türkiyəyə çeviribdi. İkinci kitab da o şey ki, Çistan deyirlər, biz farscada ona Çistan da, biz türkcədə ona tapbaca deyirik. Şeir içində uzun şeirlər, bəzən 7 beyt, bəzən 8 beyt, bəzən 6 beytinə, bəzən 10 beytinə, 15 beytinə də gördük. Bir dənə tapbacanı ortaya qoyur. Onu oxuyub tapmaq özü bir... Yəni, çox gözəl kitabdılar əslində. Maraqlı olanlara cəlibdir. Mən mütəəssifənə lüğət məsələsində çox dil bilmədiyim üçün çox zəifəm. Və ha belə tapbacada da əlim yoxdur. Ona görə mən bu 2 kitabı elə burada qutarım. Çox da tozih verməyə yeri yoxdur. Sağ olun, inşallah Allah ömür verirsə. Əlbəttə Allah təşəkkür edeyim ki, 2 dənə bu günləri mən Türk dünyasının yaratdığı mədəniyyətdən, xətt uyğarlığından 2 dənə ucubə ilə əslində tanış oldum. Mən oxuya bilmədim, ya ləzzət aparmadım. O, mənim müşkülümdür. Kitabın və ya dilin müşkülü deyil. Mənim müşkülüm. Mən öz müşkülümü o kitaba yükləməyim. Mən öz müşkülümü, bu öz çətin olmaq məsələsin, özümün zəifimi, dili zəifimi, lüğət zəifimi, düşüncə zəifimi, beynimdə olmamaq, onlara yer olmamaq zəifindən görək. Təbii ki, burada bir uzmanlıq sahəsidir. Yəni, lüğət dünyada, dilçilikdə, məsələn, fikrin ki, 300 milyon türk var. 300 milyon türkün neçəsi lüğətçidir, dilçidir. Ehtimalən, məsələn, yıxsız 300 danası yoxdur, ya 3000 danası yoxdur. Yəni, 300 milyonda 3000 dana dilçi yoxdur. Yəni, lüğətçi. Çünki çox uzmanlıq sahəsidir. Yəni, bu, hər adamın işi deyil bu meydana girsin. Ya tapbaca məsələsində, vaqəən deyim ki, məsələn, bəzi adamlar var, tapbaca əhlidirlər. Məsələn, mən famililərimizdən bir-ikisini bilirəm ki, çox tabbacası idilər. Məsələn, qış gecələrində yığışarlar, o zaman ki, televizyon yoxumuz idi hələ. Evlərdə televizyon yox idi. Bir evdə bizim famililərdə televizyon var idi. Onlar da ittifaqən bağlardılar, gələrdilər, yığışardılar. Bir familimiz vardı, onların evlərinə yığışardılar. Allah səlamət eləsin.
Biri öldü, əlbəttə əri öldü, xanımısı qalır, uşaqları qalır. Allah səlamət eləsin, canlarına sağlıq versin. Yığışardılar, ora gedərdik, yəni birdən görürük 40 nəfər, 50 nəfər bir dənə otaqda oturmuşuq, salon kimi otaq, indi deyirlər salon otağı, yəni salon deyildi, əslində əsli otaq idi da. Orada oturardıq, görərdiniz ki, tapmaca deyərdilər, oyun oynardılar. Qış gecələrində çox belə xoş keçərdi. Təəssüflə mən o zamanlar sinnim çox az idi. O qədər faydalanmamışam o gecələrdən. Onun üçün əlim boşdur. Hər halda bu 2 dənə təxəssüsi kitabdır. Bu təxəssüsü və uzmanlıq sahələrində mənim əlim əsla yoxdur. Bunun üçün də öz zəifimi qəbul eləyərək Allahdan istəyirəm ki, mənə də güc versin bu 2 sahədə də əlaqəm olsun. Həm əlaqəm olsun, həm də çıxarım olsun. Eləyə bilim ki, bir şeylər öyrənim bu sahələrdə. Sağ olun, sağ qalın. Allah sizə